Balakən şəhərinin Qazma kəndində 2 mərtəbəli ev satışa çıxarılır. Ev Qazma 2 nömrəli bağçanın yaxınlığında yerləşir. Ön tərəfdə təxminən 1 kilometr məsafə aralıda mal üçün örüş torpaqlarıdır. Maldarlıq üçün sərfəli yerdə yerləşir. Yeni tikili evdir. Gəcəri beton qarkasdır. Qonşular ilə aralıq gördüyünüz kimi yenə kubik daş ilə hasar alınmışdır. Möhkəm şəkildə tikilmiş evdir. Girişin sol tərəfində yarımçıq tikilidir. Bir otaq kimi nəzərdə tutulmuşdur. Bu hissədə açıq navis nəzərdə tutulmuşdur. İşıq xətti çəkilmişdir. Evin arka tərəfi meyvə bağıdır. Cürbəcür meyvə ağaçlarından əkilmişdir. Suyun kəhricidir. Daimi suyu var. Ev 12'nin 10.50'yadır. İri geniş prixojisi var. İkinci giriş qapısında dəmir seyfli qapı qoyulmuşdur. Tavan hündürlüğü 2.80'dır. Ayak yolu hamamı geniştir. Yeni tikilmiş evde. Birinci mərtəbəsi 4 otaq hamamı ayak yolusundan ibarətdir. İkinci mərtəbəsi tam hazır deyil. Gördüğünüz kimi açıq balkonu da var. İkinci mərtəbənin elektrik işi görülmüşdür. Qeyd etdiyim kimi yeni tikilmiş evdir. Maldarlıq üçün əlverişli yerdə yerləşir. Örüş yeri yaxın bir məsafədədir. Qeyd etdiyim kimi yeni tikilmiş, özü üçün tikilən bir evdir. Möhkəm şəkildə tikilmiş bir evdir. Qiyməti 42.000 manata təklif olunur. Kupçalıdır.